Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Xəbəri az təqdim edir. Azərbaycanın tanınmış komediya aktyoru, əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru Çingiz Əhmədov ilk dəfə lotereya verilişinin aparıcısı seçilməsi ilə bağlı maraqlı xatirələrini bölüşüb. 1998-ci ilin sonları idi və lotereya üçün aparıcı seçimləri gedirdi. Seçimi Gürcüstandan gəlmiş mütəxəssislər aparırdı. 8-10 nəfər namizəd var idi. Mən gələndə namizədlərin şəkilləri arasında özümün də fotonu gördüm. Özdə gülərüzlü bir şəkil idi. Seçicilər məhz həmin şəklə baxıb dayandılar və qərarlarını verdilər. Xalq artisti vəfat etdi. Məlumatına görə Elza Tadiyeva Rex nömrəsi zamanı özünü pis hiss edib. Xalq artisti huşunu itirib və konsert yarımçıq qalıb. Həkimlər gəlsə də onu xilas edə bilməyiblər. Yerli xəbər kanallarının məlumatına görə Tadiyeva xərçəng və ürək problemlərindən əziyyət çəkirmiş.